Hər birinizi xoş gördük dəyərli izləyicilər. Dövlət Dəniz və Liman Agentliyinin təqdimatında dənizçilərin hazırlığı, sertifikatlaşdırma, təlim-tədris və səriştə mövzusunda müzakirəmiz olacaq. Bugünkü müzakirəmizin həmsöhbəti isə agentliyin gəmi heyəti departamenti direktoru Səid Orucovdur. Xoş gəldiniz. Xoş gördük. Səid müəllim, ümumi olaraq İlkin anlayışdan başlayaq. Sertifikatlaşdırma deyəndə nə başa düşürük? Bu anlayışı vermək üçün ilk öncə biz beynəlxalq konvensiyalara və milli qanunvericiliyə baxmalıyıq. Onlarda sertifikatlaşma prosesi ümumi olaraq dənizçilərin hazırlanmasına, onların diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya ilə tənzimlənir. Və bu konvensiyanın milli qanunvericiliyə uyğunlaşdırma prosesi bizdə baş verir və bizim qanunvericilikdə dənizçilərin ümumi sertifikasiya prosesinin keçməsi vacib və tələb olunan amillərdən biri hesab olunur. Yəni bu sertifikatlaşdırma prosesi beynəlxalq normalara əsaslanıb, amma yekun olaraq bizim milli qanunvericiliyə əsasında da hazırlanır. Bəli, milli qanunvericilikdə bunun prosedurları, təlimatları, mexanizmi tam şəkildə təsbit edilir və bu çərçivədə də bu işlər görülür. Bəs sertifikatlaşdırma prosesi sıfırdan necə aparılır? Bu proses üçün ilk öncə dənizçi təhsili vacibdir. İlk öncə bu təhsil üçün müəyyən ölkənin qanunvericiliyi var. Dənizçilər müəyyən ixtisaslar var ki, 3 peşə var bununla bağlı. Gəmi sürücülüyü, gəmi energetik qurğuları, yəni mexaniklər üçün ixtisaslar və gəmi elektrik mexaniklərin hazırlanması üzrə ixtisaslar. Hər üçü üçün Dövlət İmtahan Mərkəzində imtahan verib və məqbul ballarla təhsil müəssisəsinə daxil olmaq lazımdır, təhsil almaq lazımdır və təhsilin yekununda siz dənizçi olaraq formalaşa bilirsiniz və yekunda Dövlət Dəniz və Liman Agentliyinə tələb olunan sənədlərlə müraciət edib siz sertifikat, xüsusi hazırlıq şəhadətnaməsi, sertifikat diplomları əldə edə bilərsiniz. Bəs yerli qanunvericiliyin inkişafı yolunda, təkmilləşdirilməsi yolunda və daha unikal bir formaya salınması yolunda hər hansısa bir proses hal-hazırda aparılırmı? Bəli, biz Beynəlxalq Dəniz Təşkilatının üzvüyük dövlət olaraq. Dediyim kimi, dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair beynəlxalq konvensiyaya da 2004-cü ildən qoşulmuşuq. Onun tələblərini yerinə yetiririk. Və bu prosesdə milli qanunvericilikdə 2004-cü ildən bu tərəfə kifayət qədər konvensiya baxımından da Beynəlxalq Dəniz Təşkilatının yanaşması baxımından da dəyişikliklər baş verib. Və biz son 2 ildə milli qanunvericilikdə konvensiyada çərçivələnən, ümumiyyətlə yanaşma kimi qoyulan bütün məsələləri milli qanunvericiliyə uyğunlaşdırma prosesini həyata keçirməyə çalışırıq. Bununla bağlı ən azı gəmi dənizçilərlə bağlı artıq layihə şəklində 5 qanunvericilik, normativ hüquqi akt kimi layihələr hazırlanıb və ümid edirik ki, yaxın müddətdə bunlar dövlət səviyyəsində təsdiq olunacaq və bunlar bizim dənizçilərin hazırlanması sertifikasiya prosesində tətbiq olunacaq. Bəs son dövrdə sertifikasiya ilə bağlı agentliyin özündə hər hansısa bir islahat keçirilirmi və ya bu gələcəkdə belə bir plan var? Bəli, dediyim kimi son 2 il ərzində kifayət qədər agentlik olaraq işlər görmüşük. İlk olaraq 2024-cü ildən konvensiya və bizim milli qanunvericilikdə təsbit olunan müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin dənizçilərə verilməsi prosesinə başladıq. Bu proses demək olar ki, ölkə üzrə ilk dəfə idi, belə bir yanaşma var idi. Konvensiya ilə müəyyənləşdirilmişdi, lakin tətbiq olunmurdu. 9 xüsusi hazırlıq şəhadətnaməsi verilməsi müddətsiz baş verdi. Daha sonra isə biz mərkəzləşdirilmiş imtahan sisteminin tətbiqinə başlamaq üçün layihə gördük və bir uzun müddət bir proses davam etdi. Çünki bunun alt hissəsini hazırlamaq lazım idi, tətbiqi, mexanizmi, bu prosesin necə davam etdirilməsini hazırlamaq lazım idi və yekunda biz mərkəzləşdirilmiş imtahan sistemi üçün proqram təminatı,
insan müdaxiləsi olmayan ən əsas vacib məqam odur ki, imtahan proqramı hazırlandı və bu proqram sistemi dənizçilərin 3 istiqaməti üzrə sertifikat, diplom, sıravi heyət hazırlığı və xüsusi hazırlıq kurslarının yekun qiymətləndirilmə prosesində test imtahanlarının verilməsi üçün tətbiqinə başlanıldı. Və imtahan proqramına 6000-dən çox sual əlavə edildi və bu sualların sertifikat, diplom və sıravi heyət hazırlığına aid suallar birbaşa agentliyin əməkdaşları tərəfindən hazırlandı. Çünki burada olan dənizçi mütəxəssisləri bu prosesdə iştirak etdi və çalışdıq ki, bütün beynəlxalq normalar nəzərə alınsın və beynəlxalq standartların tətbiqi baxımından hər hansı bir boşluq olmasın. Xüsusi hazırlıq şəhadətnamələri ilə bağlı suallar isə biz təlim-tədris müəssisələrindən müraciət etdik ki, tədrisi hansı yöndə, hansı istiqamətdə edirsinizsə, sualları verin, biz o sualları imtahan sisteminə tətbiq edəcəyik. Aydındır. Və daha sonra isə biz bu prosesdə ümumi təlim-tədris prosesinin təkmilləşdirilməsi üzrə daha bir yenilik etdik. Dənizçilər mövcud xüsusi hazırlıq şəhadətnamələrini yeniləmək üçün kurslara getmədən üzmə haqqında araçlar gətirərək müvafiq tələb olunan sənədlərlə bir yerdə yeniləmə prosesini birbaşa imtahana daxil olmaqla həyata keçirilməsinə imkan yaradacaq bir layihə hazırladıq və onu tətbiq etməyə başladıq. Bu bizim dənizçilik tarixində ümumi Azərbaycan olaraq çox böyük bir hadisə idi. Dənizçilər demək olar ki, bizim artıq statistik məlumatlar da var. Eyni dövr ərzində demək olar ki, bu prosesdən yararlanan dənizçilərin sayı 10.000-dən çoxdur artıq və bu proses uğurla davam edir və dənizçilərin həm sosial rifahına təsir etdi, həm vaxt itkisinin qarşısına alındı, həm də beynəlxalq konvensiyaların tələblərinin icrası baxımından da agentlik öz öhdəsinə düşən işləri yerinə yetirməyə nail oldu. Bəs imtahanda iştirak edən dənizçilərdən geri dönüşlər alırsınızmı? Yeni sistemlə bağlı, yeni sistemin tətbiqi ilə bağlı onlar nə fikirləşirlər? Bəli, burada dənizçilər ümumi olaraq xarakterizi olaraq 3 hissəyə bölmək olar. Bir dənizçilər müəyyən yaşlı, demək olar ki, ömrünün 20 ildən çoxunu dənizə sərf etmiş insanlardır. Onların yanaşmaları daha fərqlidir. Onlar proseslərin daha fərqli istiqamətdə olmasını istəyirlər. Bunun da təbii səbəbləri var. İkinci yanaşma isə onlar bu prosesin daha ciddi, daha radikal qərarlarla verilməsini istəyirlər. Çünki beynəlxalq bazarda dənizçilərin özünün bazar dəyərləri var. Bizim dənizçilər o mövqedə kifayət qədər məbləğ bazar dəyəri olaraq yüksək deyillər. Onlar deyirlər ki, məsəl üçün mən Polşalı ikinci mexanikdim, mən də ikinci mexanikam. O bu sahədə 10-15 min dollar maaş alır. Mən isə 5 min dollar, 7 min dollar civarında alıram. Siz elə bir burada təlim-tədris, hazırlıq, sertifikasiya prosesini təkmilləşdirin ki, mən gəlim bazar dəyərim Polşalı, Gürcüstanlı və ya Rusiyalı dənizçi ilə eyni olsun. Yəni onların hər hansısa bir xarici ölkədə qazandığı əmək haqqı sertifikasiya prosesinin daxilindəki olan punktlardan asılıdır. Mütləq bu proses zəncirvarıdır. Biz bu məsələdə necədir? Beynəlxalq Dəniz Təşkilatı, bütün dünya bu prosesə vahid standart şəklində baxır. Çünki fikirləşir ki, ilk olaraq dənizçinin bu sahə üzrə marağı olmalıdır. Və sonra gəlir konvensiya tələbləri. Konvensiya tələbləri 3 hissəyə bölünür. Bir, bilik olmalıdır. Yəni bildiyimiz təməl bilik. Tutaq ki, fizika, riyaziyyat, digər termodinamika, hidravlika, astronomiya, coğrafiya, digər. Sonra deyir ki, məsələn, tutaq ki, siz güc düsturunu bilirsiniz. Bunun anlamalısınız da. Niyə sizə lazımdır o güc düsturu? Bu bilikdir, sizə var,
Amma bu dənizdə sizə niyə lazım oldu, onu anlamalısınız. Eyni zamanda tətbiq etməli. Bəli, bu yox, o 3-cü mərhələdir. Bu anlayışı verməlidir. Yəni 3 anlayışdır. Bilik, anlayış, bacarıq. Bu üçünün də vahid formada, yekunda həmən dənizçidə səriştə formalaşdırır. Yəni üçündən biri zəncirdə qırılma olarsa, bizim dənizçi səriştə baxımından digər ölkələrin və ya hansısa bir digər dənizçilərlə fərqli, səriştəsi aşağı qiymətləndirilir. Bu da bazar qiymətlərinə çox fərqli şəkildə, radikal şəkildə təsir edir. Biz bu prosesdə bu tip yanaşan dənizçilərimiz də var. Onlar deyir ki, radikal qərarlar versin, bizim bu yöndə fəaliyyətimiz bazar qiymətlərinə uyğun dəyərləndirilsin. Üçüncü qism isə ümumiyyətlə anlayışı yoxdur, sadəcə bu proseslərə baxırlar, hələ heç bir reaksiya da vermirlər. Amma birinci qrup sizə dedim ki, hansı ki imtahanlarda aşağı nəticə göstəriblər, hansısa bir bu vaxta qədər diplom alıblar, halbuki onların səriştələri çatmır, müəyyən təhsilləri tamamlanmır və ya hansısa istiqamətlərdə tutaq ki, dil bilikləri baxımından, bacarıq baxımından, tətbiq baxımından və ya nəzəri biliklər baxımından geri qalırlar. Onlar bu prosesdən narazıdırlar. Biz bunu təbii proses kimi başa düşürük, anlayırıq. Biz də onlar üçün lazımi şərait yaratmağa çalışırıq. Çünki əlavə təlimlərə cəlb etmək və ya təlimin keyfiyyətini artırmaqla onların da bu prosesdə iştirak edib yekunda digər dünyadakı standartlara uyğun dənizçi kimi formalaşmasına çalışırıq. Bayaq dil biliklərini vurğuladınız elə söhbət əsnasında. Dil bilikləri necə ölçülür? Yəni onların terminlərə hazırlıq səviyyəsi necə ölçülür? Yəqin ki, dil biliyi dedikdə ingilis dili nəzərdə tutulur da dənizçilər. Bəli, təxminən 15-20 il bundan qabağa qədər Azərbaycanlı dənizçilərin Azərbaycan dilindən sonra ən yaxşı bildiyi dil rus dili idi. Çünki aktual idi. Azərbaycan dənizçilərinin üzüyü dənizlər və ya okeanlar, işlədiyi şirkətlər, ümumiyyətlə işlədiyi heyət tərkibləri milliyyətcə Slavyan xalqları idi. Yəni onlar da vahid dil kimi rus dili qəbul olundu. Amma son 10-15 ildə Beynəlxalq Dəniz Təşkilatı həm də dəniz sektorunun inkişaf istiqaməti elə bir şərait yaratdı ki, vahid dil olaraq ingilis dili qəbul olunmağa başladı. Lakin bizdə bununla bağlı kifayət qədər problemlər var və bu problemləri biz təhlil etmişik. Azərbaycan dənizçiləri kifayət qədər ingilis dili biri baxımından zəifdirlər. Lakin bunu həm bilik, həm bacarıq imtahanlarında, test imtahanlarında, hətta şifahi imtahanlara salınması məsələsi konvensiyada açıq şəkildə tələb kimi qoyulub. Məsələn, idarə etmə səviyyəsi üzrə kapitan, baş mexanik, baş köməkçi və ya ikinci mexanik mütləq səlis şəkildə terminoloji olaraq ingilis dili frazalarından istifadə edərək müəyyən əmrlərin, tapşırıqların yerinə yetirilməsi üçün danışıq ünsiyyət dilini özləri üçün inkişaf etdirməlidirlər və gəmidə istismar prosesində bunu tətbiq etməlidirlər. Açığını desək, əvvəllər bütün heyətlər fərqli millətlərdən olması çoxca ciddi yanaşılmırdı. Amma indi tutaq ki, bir gəmidə 2 Azərbaycanlı, 3 Ukraynalı, 5 Polşalı, 1 Gürcüstanlı, 3 Rusiyalı, İtalyan, Fransız, hansısa bir Asiya ölkəsindən fərqli millətlərdən olan bir heyət yığılır. Və o ölkələrin ümumi mədəniyyəti, dənizçilik sahəsinə yanaşması, dənizçilik sahəsinin o ölkələrdə yaratdığı ümumi təsirat oradakı proseslərə təsir edir. Burada da Azərbaycanlıların ingilis dili biliklərinin zəif olması onların idarə etmə səviyyəsində işləməklərinə, ümumiyyətlə əməliyyatlarda fəal iştirak etməklərinə, bazar dəyərlərinin formalaşdırılmasında onların üstün rəqabətə girməklərinə mane olur. Biz bunun üçün agentliyin artıq gələn ildə artıq planları var.
Bununla bağlı Beynəlxalq Dəniz Təşkilatı model kursu var və orada müəyyən saatlar və tədris plan və proqramları təsbit olunub. Biz o plan və proqramlara uyğun xüsusi hazırlıq kurslarının təşkilini həyata keçirmək üçün layihə hazırlayırıq. Həm də imtahan sistemimizdə, sertifikat diplom imtahan sistemində idarəetmə səviyyəsi üzrə, yəni kapitan, kapitanın baş köməkçisi, baş mexanik və ikinci mexanik sertifikat diplom imtahanlarında həm test, həm də şifahi ingilis dili imtahanlarının götürülməsi qarşımıza məqsəd qoymuşuq. Aydındır. Bəs gələcək dövrdə dənizçilərin hazırlıq prosesində ön plana çıxması planlaşdırılan başqa istiqamətlər var. Bura məsələn e-learning, VR, kiber təhlükəsizlik bilikləri, həm də məsələn qeyd etdiniz ki, burada gəmidə bir növ multikultural bir mühit yaranır da, müxtəlif xalqların mədəniyyətlərini mənimsəmək üçün onların təlimatlandırılması və s. bu kimi yeni istiqamətlər nəzərdə tutulur. Bəli, bu açıq desək, son dövrlər texnoloji inkişaf dəniz sektoruna da tətbiq olunur. Açıq desəm, ən çox tətbiq olunan sahədir. Bizim müəyyən tətbiq etdiyimiz Beynəlxalq Dəniz Təşkilatının trendləri də var. Bunlar siz dediyiniz kiber təhlükəsizlikdir, alternativ yanacaqla işləyən gəmilərlə bağlı, təhsil, təlim prosesi. Amma elə məsələlər də var ki, bunlar əvvəlcədəndən konvensiyalarda müəyyənləşdirilir və bütün dünya bunu tətbiq edir. Lakin biz bu prosesdən geri qalmışıq. Bu proseslərdən biri və ən vacib proses on-board training deyilir bu termin. Bizdə bunu belə adlandırsaq, gəmilərdə təlim. Yəni hər hansı bir dənizçi xüsusi hazırlıq kursuna sahildə yox, elə gəmidə işlədiyi müddətdə cəlb olunur. Çünki bunun mexanizmini də deyə bilərəm, sadə məntiqi də var. Tutaq ki, mən ikinci mexanikəm, vəzifə artımına getmək istəyirəm, baş mexanik olmaq istəyirəm. Mənim hansısa xüsusi hazırlıq kurslarını keçməyim vacibdir. Çünki o vəzifə artımında tələbdir. Mən gəmidə olduğum müddətdə tutaq ki, yanğın üzrə xüsusi hazırlıq kursunu keçmək istəyirəm. Burada sadə məntiq var. Biz burada sahildə poligon qurmuşuq, müəyyən təlimi keçirilir. Onun da saatı tutaq ki 40 saat. Belə deyək, mən fərqli saatlar da ola bilər. Yəni onların saatları fərqlidir. Amma bu insan 5 il ərzində gəmidə olduğu müddətdə hər ay 2 dəfə yanğın təliminin birbaşa iştirakçısıdır. Və bununla bağlı gəmi jurnallarında və lazımi sənədlərdə sənədləşmə işləri aparılır. Biz də deyirik ki, bu poligon gəmidəki şəraitlə birəbir heç vaxt ola bilməz. Bu insan təlimi onsuz da gəmidə keçib. Və biz on-board training üzrə gəmi kapitanına müəyyən səlahiyyətlər verib və müəyyən record training book kimi deyilən termin kimi təlim jurnalında qeydlər aparmaqla, yəni agentliyin tələbləri əsasında o təlimləri qəbul edib birbaşa imtahana iştirak edib məqbul qiymət almaqla həmən insanların sertifikasiya prosesini çox asanlaşdıra bilərik. Çünki bu mexanizm dünyada tətbiq olunur və uğurlu da mexanizm sayılır. Lakin bunun alt hissələrini də doldurmaq lazımdır. Həm qanunvericilik, həm prosedurlarla, həm maarifləndirmə işlərlə. Çünki bu proses rahat bir proses deyil. İkinci proses isə e-learning dediniz. Bu aktual prosesdir. Pandemiyadan sonra IMO-nun əsas trendlərindən biridir. Bu proses üçün də biz işlər görməyə başlamışıq. Amma bir departament olaraq və agentlik olaraq da biz təhlildə görmüşük ki, bu prosesin indiki məqamda keçidi bizə keyfiyyət baxımından çox da üstünlüklər qazandırmayacaq. Bunu mərhələli şəkildə etməliyik. Çünki bizim bu dəqiqə əyani şəkildə keçirilən təlimlərimizin tam sistemləşdirilməsi, bütün standartlara uyğunlaşdırılması tam yekunlaşmayıb. Və biz bu yekunlaşdırandan sonra bütün məsələlər öz yerini tutduqdan sonra və aydın şəkildə təhlil olunandan sonra ki, bütün tərəflər, agentlik, təlim-tədris mərkəzləri, təhsil müəssisələri, dənizçilik şirkətləri və dənizçilərin özləri
Bu məsələdə yekun eyni rəy və eyni həmfikir olaraq bildirirlər və o keyfiyyət də statistik məlumatlarda, təhlildə göstərir ki, biz bu keçid prosesini e-learning-ə edə bilərik. Bu prosesi o hissədə başlayacaq. Amma bunu mən çox da uzun bir 5-10 il fikirləşmirəm. Biz fikirləşirik ki, 6 hissəsinin dolduracağı yaxın 2-3 ildə bu prosesin həyata keçirilməsi gözlənilir. Dənizçilər indidən hazırlaşsalar yaxşı olar. Bəli, hazırlaşsalar daha yaxşı olar. Əlavə də onu deyim ki, bu proseslə paralel bir çox amillər bundan asılıdır. Çünki biz paralel olaraq da sahildəki təlim-tədris prosesində artıq simulyatorların yenilənməsi prosesini həyata keçirməliyik. Çünki artıq dünya VR simulyasiya sistemindən tədrisin davam etdirilməsinə, tətbiqinə başlayıb. Biz isə düzünə qalsa heç bir halda ya beynəlxalq auditorlara, ya özümüz də yoxlayıcı kimi gedib baxanda görə bilmərik ki, 2000-ci il simulyatorla 2026-cı il, 30-cu ildə tədris aparılır. Halbuki artıq trendlər dəyişilib. Mən sizə sadə bir misal çəkə bilərəm. Mən 2012-ci ildə gəmiyə praktikaya gedəndə orada gəmidə 35 nəfərlik heyət var idi. Mən jurnalları araşdırdım. 2000-ci ildə, 99-cu ildə eyni gəmidə 56 nəfərlik heyət olub. 2000-ci ildən 2012-ci ilə qədər 12 il ərzində heyətin sayı 12 nəfər aşağı düşüb. Bu əsas səbəb nədir? Texnoloji inkişaf. Və 2021-ci ildə mən həmən eyni tip gəmidən danışıram. O gəmidə işləyəndə artıq o gəmidə heyətin sayı 19 nəfər idi. Yəni hər 10 ildə texnoloji inkişaf dənizçilərdə ixtisarlara səbəb olur. Biz bu prosesə hazır olmalıyıq və bu prosesin mütləq bütün verilən tələbləri izləməliyik. Aydındır. Bəs hal-hazırda olan vəziyyətdə belə deyək də, dənizçilərin gələcək fəaliyyəti üçün təlim-tədris mərkəzləri xüsusi bir önəm daşıyır. Bəs təlim-tədris mərkəzlərinin fəaliyyətinin tənzimlənməsi yönündə hər hansısa bir işlər aparılır? Bəli, 2 il bundan qabaq ardıcıl olaraq rəhbərliyin qərarı ilə biz monitorinqlara başladıq təlim-tədris müəssisələrindən. Paralel olaraq təhsil müəssisələrinə də apardıq bu prosesi. Çox da yaxşı nəticələr əldə etmədik orada. Ən böyük problemlər davamiyyətlə bağlı idi. Davamiyyət demək olar ki, 20%-in aşağısında idi. Yəni bu proses keyfiyyətdən danışmağa problem yaradır. Digər tərəfdən təlim-tədris prosesinin özünün idarə olunması, təşkili heç bir standarta uyğun deyil idi. Heç bir standart, yəni pərakəndəlik var idi, mexanizm yox idi. Ümumiyyətlə dənizçinin təlim-tədris mərkəzlərinin yanaşması necədir burada? O dövrdə müşahidə olundu ki, dənizçi gəlir, deyir ki, mən ödəniş edirəm, 5 dənə kursa yazdıram. Tutaq ki, 1 ay, 2 aydan sonra gəlib sertifikatlarımı götürürəm. Kursa getmədən. Yəni bu qəbul olunmazdır. Yəni heç bir, hətta təlim-tədris tərəfdən bizə bununla bağlı istənilən bəhanə qəbul olunmazdır. Çünki bu keyfiyyətdən danışırıq burada, beynəlxalq tələblərdən danışırıq. O tələblərdən ki, biz 5 ildən bir beynəlxalq dəniz təşkilatına təlim-tədris prosesinin aparılması ilə bağlı, bütün istiqamət fəaliyyətinə bağlı hesabat veririk. Bu hesabata görə də bizim dənizçi sənədlərimiz beynəlxalq standartda ağ siyahılardadır. Bu halı müşahidə edərsə beynəlxalq auditorlar, bunun nəticəsi çox pis olur. Yəni əziyyət çəkən insanlar da yenə dənizçilər olacaq. Yəni bir növ təlim-tədris mərkəzlərinin fəaliyyəti əslində ölkədəki dənizçilik sektorunda çox böyük əhəmiyyət daşıyır və təsir göstərir. Bəli, əsas fundamentini oradan başlayır. Bəs bunun üçün bir norma var? Yəni bir dənizçi olmaq istəyən şəxs, sertifikasiyadan keçmək istəyən şəxs nə qədər müddət, neçə saat ərzində həmin o təlim-tədris mərkəzlərində belə deyək də müəyyən təlimləri qəbul etməlidir?
Yoxsa burada tamlıq əsasdır? Yox, burada əsas 3 istiqamətdir. Bir sıravi heyət hazırlığıdır. Bunlar matros, motorçu, elektrik kimi vəzifələrə aiddir. Bunun üçün bizim milli qanunvericiliyə peşə ixtisaslarına dair təsnifatlaşdırma var və təhsil haqqında qanunda onlar haqqında artıq maddələr var, tələblər var. Ona uyğun icra olunmalıdır bu proses. Bu müddət daha az müddətdir. Yəni 1 illik müddət ola bilər, 9 aylıq, amma buna qədər, yəni bizim islahatlara qədər bu müddət 6 aylıq idi. Biz artıq onun saatlarını dəyişdirmişik. Demək olar ki, saatlar 1300-ə yaxın saatlar var orada. 1000 saat civarındadır. Daha ikinci istiqamət orta ixtisasdır. Yəni kollecdə təhsil almaq. Bizə də bununla bağlı Dənizçilik Kolleci fəaliyyət göstərir. İstənilən insan ora qanunvericiliyə uyğun imtahan verib ora daxil ola bilər və kollecdə təhsil alıb dənizçi ola bilər. Üçüncü istiqamət isə ali təhsil müəssisələridir. Akademiyamız var Azərbaycanda və bütün dənizçi ixtisaslarının hazırlanmasını həyata keçirir. Aydındır. Bəs dənizçiləri mənə elə gəlir ki, ən çox maraqlandıran mövzulardan biri də o əminlikdir ki, onlar belə deyək də iştirak etdiyi imtahan nə dərəcədə şəffaf qiymətləndirilir. Agentlikdə təşkil olunan imtahanların qiymətləndirmə prosesi necə tənzimlənir? Burada şəffaflığı necə təmin edirsiniz ümumiyyətlə? Bəli, biz danışdıq. Mən sizə dedim ki, biz mərkəzləşdirilmiş imtahana keçdik. Bu çox böyük bir iş oldu. Kifayət qədər vaxt apardı, resurs baxımından da. Çünki bu prosesin biz nöqsanları aşkar etmişdik təlim-tədris mərkəzlərində aparılması prosesində. Şəffaf deyil idi. Yəni o insanların bəziləri heç imtahanda iştirak etmədən sertifikat almışlar, bəziləri isə imtahana, yəni imtahan sualları, imtahanın aparılma qaydası heç bir standarta uyğun deyil idi. Biz bu prosesdə beynəlxalq tələbləri əsas götürdük. Hətta beynəlxalq dəniz təşkilatının bir neçə nümayəndəsi ilə biz kurslarda olmuşduq. Onlardan bu məsələ ilə bağlı məsləhət də aldıq. Onlar bu məsələnin əslində konvensiyada tam şəkildə hansı formada keçirilməsini təsbit edildiyi və o tələblərin yerinə yetirilməsini bizə bildirdilər. Hətta mexanizmin də bir neçə üsulunu dedilər. Əsas mexanizm yanaşma necədir? Təlimdə tədris prosesinin yekun qiymətləndirilməsi, o imtahan prosesi dediyimiz prosesin ilə bağlı açıq, aydın şəkildə müdaxiləsiz, yəni avtomatlaşdırılmış olmalıdır. Yəni onların ilk tələbi budur. İkinci tələbi imtahan keçirilmə prosesi ilə bağlı prosedur qaydaları ictimaiyyətə açıq olmalıdır. Yəni bura aiddir qiymətləndirmə formaları, qiymətləndirmə meyarları, sualların əlavə edilmə formaları, imtahanın təşkili günləri, sadə məsələlərdə bütün ən xırda məsələlərdən tutub ən qlobal məsələlər ictimaiyyətə açıq olmalıdır. Yəni siz imtahanda iştirak edəndə qayda pozarsınızsa, sizə çıxarılanda hansı cəza gözlənilir və ya imtahan nəticəsinə necə təsir edir? Ümumiyyətlə siz imtahana hansı halda daxil ola bilərsiniz? Orada düşən suallar hansı meyarlara görə ora salınıb və sizdən onun cavabı istənilir? Bunlar açıq şəkildə göstərilməlidir. Bizə də bu imtahan prosesində bunun ilk proqram təminatında bunları nəzərə aldıq. İmtahan sualları sadə edilsə 3 formada verildi: asan, orta, çətin dərəcəsi. İmtahanlar 3 istiqamətə bölündü və istiqamətlərə görə konvensiyada gedir bunun adı idarəetmə səviyyəsi, köməkçi səviyyə və istismar səviyyəsi. Hər 3 istiqamətin imtahanı ora daxil etdik. İmtahan protokollarla bağlı məsələ, imtahan protokollarında qiymətləndirmə meyarları açıq şəkildə ictimaiyyətə, dənizçilərə açıqlandı. Sualların düşmə ağırlığı orada göstərildi və biz bu şəffaflığı, dürüstlüyü açıq şəkildə imtahan prosesində göstərdik. Ən əsas da və bu da heç bir ölkədə, hətta bütün dənizçilik təşkilatına daxil olan ölkələrdə tətbiq olmayan bir məsələdə
tətbiq etdik. Bu da bütün sualların düz cavabları ilə birlikdə rəsmi saytımıza yerləşdirilməsidir. Bu prosesin bizim bu məsələ ilə bağlı yanaşmamızı açıq şəkildə göstərmək üçün məncə əsas səbəb Yəni oldu. dənizçilər üçün əlçatandır bu suallar və onların Bəli. düzgün cavabları da belə. Bütün suallar və bütün cavablar və düz cavablar da ora daxil olmaqla rəsmi saytda yerləşdirilir. Aydındır. Bəs bəzi hallarda dənizçilər və ya belə deyək də dənizçi olmaq istəyən şəxslərdən belə bir iddia olur ki, sertifikasiya prosesi əslində o qədər də önəmli deyil. Önəmli olan daha çox praktiki təcrübələrdir. Və siz necə düşünürsüz? Bu sertifikasiya prosesinin real iş mühitinə təsiri nə dərəcədə önəmlidir dənizçilər üçün? Sertifikasiya prosesi, yəni mən sizə sadə bir dildə deyim, təxminən 100 il bundan qabaq dənizçilik sektoru yenə də olub. Çünki bu qədim bir peşədir. Orada kapitanın heç bir sənədi olmayıb, açığını desək. Lakin o dövrdə, ondan qabaqki dövrlərdə dəniz sektoru bu qədər daha aktual mövzu deyil idi. Və buradakı proseslər və yazılan konvensiyalar, sənədləşdirilmə prosesi müəyyən bir çərçivə ilə insanlardakı o vəzifə ayrı-seçkiliyi, ümumi bu sahənin, sektorun qaydalarını müəyyənləşdirir. Sertifikasiya prosesini keçməyən insan, tutaq ki, çıxdıq hər hansı bir şəxsi, tanıdığımız bir şəxsdir, maliyyəçidir və ya hüquqşünasdır və ya hər hansı bir şəxs satıcıdır. Gətirdik, mindirdik gəmiyə. Burada müxtəlif problemlər ortaya çıxa bilər. Yəni bu prosesi biz görürük. Tutaq ki, onun ümumiyyətlə dənizlə tanışlığı yoxdur. Dənizi sevmir. Dənizi sevmirsə, gəmidə onun işləməsi çox ağır proses olacaq və o işlədiyi müddətdə gəmini heç vaxt sevməyəcək. Sevmədiyi bir şəraitdə işləməkdə, onun bu peşəni sevməyinə, hər hansı bir yönü, istiqaməti öyrənməyinə mane olacaq. Bayaq qeyd etdiyiniz səriştə mövzusunda da problem yaranacaq yekunumuz. Burada ikinci tərəfi tutaq ki, praktiki hissə ilə siz bunu əlaqələndirdiniz. Mən tanıyıram, işlədiyim insanlar da var. 20 il təcrübəsi var, motorçudur. Mən deyə bilərəm sizə ki, ya da bosmandır, matrosdur. Onlar gəmini istənilən rayonda, lövbər zonasında lövbərə dayanma qaydalarına edə bilərlər. Onda belə ortaya çıxır ki, kapitana nə ehtiyac var, kapitanın növbə köməkçilərinə nə ehtiyac var, ya da mexanikə, ya da ki, porşenlərin üzüklərini deyirlər, kayso deyirlər dənizçilər arasında. Motorçular, motorist deyirlər onlara. Onlar dəyişə bilirlər. Belə çıxır ki, mexanikə ehtiyac yoxdur. Amma bu belə deyil. Bunların praktikası var, uzun müddət bilirlər bu işi tətbiq edirlər. Gəmidə kapitan, baş mexanik yalnız bir dəfə lazım olur. O da ağır, force major və təhlükəli, riskli bir situasiyada. Və onlar yekun qərar vermək bacarığına malik olmalılar. Bu qərar vermə bacarığı da nəzəri biliklə praktiki təcrübənin qarşılığı vəhdəti sayəsində mümkündür. Çünki istənilən motorçu o kaysonu dəyişə bilər. Amma o kaysonun da yalan nöqsanın hardan yarandığını, mənbəyini heç vaxt nəzəri bilik olmasa anlaya bilməyəcək. Dəyişdi, bir aydan sonra yenə də problem olacaq. Və ya yakırda dayandı, lövbərdə gəmi dayandı və ya hansısa bir A nöqtəsindən B nöqtəsinə gedəndə matros müəyyən işləri görə bilər. Amma kapitan kimi hava şəraitini təhlil etmək, ümumi hansısa bir manevrlərin həyata keçirilməsi, ötmə qabiliyyətini onun kimi dərin təhlil edib qərar vermək bacarığı yoxdur. Mütləq ki, bu nəzəri və praktiki hissələrdə vəhdət təşkil olunmalıdır və bunlar paralel şəkildə inkişaf etdirilməlidir. Yəni dənizçilər əmin ola bilərlər ki, bu öz başına baş verən bir proses deyil də. Yəni bütün bu sertifikasiya və imtahan prosesi beynəlxalq normalara və tərəfdar çıxdığımız konvensiyalara
Bəli. əsaslanır da. Məsələn, yeri gəlmişkən bizim tərəfdarçılığımız dənizçilik sahəsi üçün önəmli olan beynəlxalq konvensiyadan biri də dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiyadır. Bu konvensiya əsasında hər hansısa bir inkişaf proqramı nəzərdə tutulurmu? Yəni bu konvensiya əsasında gələcək planlarımız nələrdir? Gələcək planlarımız bir neçə istiqamətdir. İlk olaraq elektron sertifikatların verilməsi məsələsinə də baxılacaq. Növbəti il bu prosesin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin sizə daha öncə də bildirdim, onboard treninqlərlə bağlı bu proses. Daha sonra isə konvensiyada alternativ enerji ilə işləyən gəmilərin, heyət üzvlərinin sertifikasiya prosesinə biz artıq tətbiqi üçün müəyyən layihələrin hazırlanma prosesinə başlamışıq. Hətta bizim təhsil və təlim tədrisə bununla bağlı təlim-tədris plan və proqramlarına daxil edilməsi üçün bir neçə mövzu vermişik. Bu əsas hissələr alternativ enerji ilə işləyən gəmilərlə bağlıdır. Onboard traininqlə bağlıdır və Marpol konvensiyasından irəli gələn ətraf mühitlə bağlıdır, qorunması ilə bağlıdır. Daha sonra bullying və bullying kimi terminlərdən istifadə olunan beynəlxalq dəniz təşkilatında artıq model kurslara əlavə olunmuş bu anlayışların tədrisə tətbiq olunmasıdır və imtahan prosesi və tədrisdə kiber təhlükəsizlik məsələlərinin tətbiqi ilə bağlı məsələlərdir. Əlavə olaraq bir neçə prosesdə yerinə yetirəcəyik. Elektron sənədlərin verilməsi prosesi ilə bağlı paralel olaraq onlayn müraciətlərin edilməsi, hətta gələcəkdə konvensiyadan irəli gələn dənizçilərin bilik və bacarıqlarının test üsulu və paralel olaraq şifahi imtahanların verilməsi məsələsinə də baxılıb həyata keçiriləcək. Bəs dənizçilərin peşəkar davranış mədəniyyətinə təsir edən amillər hansılardır və bu amillər üzrə problem yarandıqda bununla necə həll yolu tapılır bunlara qarşı? Bununla bağlı artıq Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tövsiyələr və hətta müəyyən istiqamətlər üzrə tələblər var. Bunlar əsasən dekarbonizasiyadır. Yəni atılan tullantılar gəmilərdən ətraf mühitə atılan zərərli qazlarla bağlıdır. Tələblər var. Bunların dənizçilərə aşılanmasıdır. Təlim-tədrisdə, təhsildə mütləq öyrədilməsidir. Və bullying kimi, zorakılıq kimi və digər istiqamətlər üzrə davranış qaydalarıdır. Sizə yenə də bildirdim ki, fərqli millətlərdən, fərqli irqlərdən, fərqli dini baxışlarla, fərqli ölkələrdən gələn insanlar var. Mütləq ki, orada bu kimi hallar baş verə bilər və verir də, çünki bu qaydaların çıxmaq səbəbi də müşahidə olunur və bu qaydalarla o müşahidə olunan məsələləri aradan qaldırılması üçün həll yolu kimi göstərilir. Sonra digər məsələlər alternativ yanacaqla bağlıdır. Bununla bağlı Beynəlxalq Dəniz Təşkilatı böyük işlər görür və biz də çalışırıq ki, dediyim bu terminləri dənizçilərin hazırlıq, təhsil prosesinə, təhsil prosesinin bir hissəsi kimi göstərək. Bütün bu dediyimiz məsələləri ora tətbiq edək və dənizçilərimiz beynəlxalq standartlara uyğun şəkildə hazırlansınlar. Hər hansı bir ölkənin dənizçisindən bu istiqamətlər üstündə geridə qalması bizim üçün məqbul hesab edilə bilməz. Bəs dünya miqyasında bizim dənizçilər necə dəyərləndirilir? Hətta bu bir sual da doğurur. Biz dünya miqyasında hansı ölkələrlə işləyirik dənizçilərin sertifikatlarının tanınması ilə bağlı və bu istiqamətdə hansı işlər aparılır? Dənizçilərin bu prosesdə ən yaxşı bacarıqlarından biri bütün növ bayraqlarda işləyərkən adaptasiya prosesidir və bunu rahat şəkildə keçirilər. Bir də ən çox bizdə artıq müşahidə etdiklərimiz və bazar tələbatına uyğun desək,
texniki biliklərinin deməzdik ki, yüksək səviyyədə olması, amma minimum tələblər çərçivəsində olması müşahidə olunur. Çünki son 2 ildə müşahidələrimiz onu göstərir ki, Azərbaycan dənizçiləri əsas da mexanik və elektrik mexanikləri dünya bazarında artıq müəyyən bir hissəni tuta biliblər. Qaldı tanınma məsələlərini. Bununla bağlı biz ilk öncə deyək ki, Azərbaycan Respublikası olaraq bir neçə ölkə ilə qarşılıqlı anlaşma memorandumları imzalanıb ki, dənizçi sənədlərinin hər iki ölkədə verilən dənizçi sənədlərini tanınsın. Bunların sayı 25-dən çoxdur. Müxtəlif ölkələr var burada. Lakin bu bizim hədəfimiz daha genişdir. Çünki yeni keçən il oktyabr ayında, hər il oktyabr ayında daha doğrusu statistik məlumatlar çıxır. Dünyanın ən böyük donanması, ən çox dənizçi yetişdirən bayraq dövlətlər və ümumi dənizçilik sektorunda iqtisadi təhlillər edirlər. Dənizçilərin ümumi statistik məlumatları paylaşılır Beynəlxalq Dəniz Təşkilatından. Biz hədəfimiz o statistikada yer alan ilk 35 ölkə ilə qarşılıqlı anlaşma memorandumlarını imzalamaqdır. Halbuki o ölkələrin artıq 7-8-i ilə bizim qarşılıqlı anlaşma memorandumları var. Digərlərinə isə bunun layihələri işlənilir və hədəfimiz bunlarla da bu anlaşma memorandumlarını imzalayıb qarşılıqlı tanınmaların həyata keçirilməsidir. Əslində beynəlxalq fəaliyyətdə ən önəmli məqamlardan biri də dənizçilərə verilən sənədlərin, sertifikatların həqiqiliyinin yoxlanılmasıdır. Agentlik bu prosesi necə tənzimləyir? Yəni dənizçilərə verilən sənədlərin həqiqiliyi necə yoxlanılır və buradan da ikinci bir sual yaranır. Hər hansısa bir sənədlərin saxtalaşdırılması faktı aşkarlanarsa, bununla bağlı necə tədbir görülür? Bununla bağlı Beynəlxalq Dəniz Təşkilatı sərt qərarlar verib. Birbaşa saxtalaşdırmanı qəbul etmirlər. Hər il demək olar ki, alt komitədə insan amili üzrə komitə var. Onlar yığışırlar və bütün ölkələrin saxta sənədləri ilə bağlı statistikasını verirlər. Orada hər hansı bir ölkənin adının çıxması heç də xoş deyil. Çünki bu növbəti sənədlərin tanınması prosesində ağ-siyahıda müəyyən çətinlik yer alması üçün müəyyən çətinliklər yarada bilir ölkələrə və yaradır da əslində. Biz keçən ildə müşahidə etdik. Biz də bu işə daha ciddi yanaşmağa başlamışıq. Daha doğrusu 2 il ərzində 24 və 25-ci illər bu indiki dövrə qədər artıq statistik məlumatlar var. Bizdə əldə olunan məlumata görə 14 dənizçinin 21 sənədində saxtakarlıq halı aşkarlanıb. Yəni biz bu halı qəbul edilməz hesab edirik. Bunların ən problemli tərəfi isə bunların bir hissəsinin dənizçi şirkətləri tərəfindən bizə bildirilməlidir. Çünki burada risklər var. Demək ki, o şirkətlər bizə bildiriblərsə, Beynəlxalq Dəniz Təşkilatına da məlumatları ötürə bilərlər, bəlkə də ötürüblər və növbəti siyahılarda bizim ölkənin bu hal kimi dəyərləndirilməsi çox da yaxşı bir nəticə hesab edilə bilməz. Saxtakarlıqla bağlı bizim həm milli qanunvericilikdə bununla bağlı milli qanunvericilikdə mütləq tələblər var və bununla bağlı bunun qarşısını alması cinayət məsuliyyətidir artıq bu proses. Bizim Ticarət Gəmiçiliyi Məcəlləsində bununla bağlı açıq maddələr var. Həmən insanların sənədlərinin ləğv edilməsi, ümumiyyətlə dəniz fəaliyyətinə yekunlaşdırılması və ya hansısa bir müddətdə onların sənədlərinin etibarlı müddətinin dayandırılması prosesi aparılmalıdır və biz bu prosesi də aparacağıq. Buradan da bütün dənizçilərə xahişim ilk öncə, daha sonra tövsiyəm odur ki, bu prosesdə iştirak etməsinlər və ya hər hansı bir şəkildə məlumatları olarsa mütləq agentliyə bununla bağlı məlumat versinlər. Onda belə bir fikirdə olan şəxslər 2 qat diqqətli olmalıdırlar ki, çünki onların bu saxtalaşdırma halları təkcə özlərinə yox, eləcə də ümumi olaraq ölkənin dənizçilik sektorunda mənfi, belə deyək də, dənizçilik sektoruna mənfi təsir göstərəcək. Bəli, bu
mənfi təsir göstərməyi ilə bağlı onların ümumiyyətlə özlərinin də dəniz fəaliyyətinin ilə bağlı, gələcək fəaliyyəti ilə bağlı sual yaradır. Bunun çox sadə yolları var. Biz dənizçilərə yenə də bildirmək istəyirik. Bizim rəsmi saytda Beynəlxalq Dəniz Təşkilatının tələbi əsasında yaradılmış həqiqiliyin yoxlanılması, yəni verification bölməsi var. Bütün dənizçi sənədlərini orada yoxlaya bilərlər. Əgər həqiqiliyi orada təsdiq olunarsa, yəni verilən diplomların, bunlar rahat şəkildə işləyə bilərlər. Hər hansı bir yolla bunun əldə edilməsi isə qeyri-qanuni yolla bu qəbul edilməz və müəyyən bununla bağlı cinayət məsuliyyəti daşıyırlar. Siz imtahan prosesində çox yaxın bir iştirakçı olduğunuz üçün yəqin ki, bir çox hallarda dənizçilərdən sizə müəyyən suallar ünvanlanır. Bəs ən çox ünvanlanan, amma hər dəfə də bu cavabı verməkdən yorulmadığınız suallar hansılardır? Bu prosesdə bir neçə sual var. Mən sizə ikisini deyəcəm. Birinci sual odur ki, dənizçi imtahandan necə keçmək olar? Bu sualı yorulmadan cavab verirəm ki, yalnız və yalnız hazırlaşaraq, bütün bilikləri öyrənərək, gəlib imtahanda iştirak edib, məqbul qiymət alıb imtahandan keçmək olar. İkinci sual isə daha maraqlıdır, sizin üçün maraqlı olacaq. Deyirlər ki, bu qədər islahat etdiniz və bütün istiqamətlər üzrə müəyyən işlər görmüsünüz. Müəyyən insanlar bu çətinləşdirmədir, yoxsa asanlaşdırmadır? Bu da biz yenə də eyni cavabı verirəm. Mən deyirəm ki, siz 2 il bundan qabaq gəlirdiniz təlim mərkəzinə, 13 sertifikatı yeniləmək istəyirdiniz. 13 sertifikatı yeniləmək üçün 3 ay yarım vaxtınızı sərf edirdiniz yollarda. İndi isə 3 ay yarıma ehtiyac yoxdur. 13 sertifikat üçün eyni gündə 3-4 sertifikatın imtahan verə bilirsiniz. Cəmi 2-3 gününüzü sərf edib, pulunuza da qənaət edirsiniz. Heç bir təlim mərkəzinə ödəniş etmirsiniz. Yalnız 15 manat dövlət rüsumunu ödəyib, siz sertifikasiya alıb bilirsiniz. Mən sizə onlara ritorik sual verirəm. Bu çətinləşdirmədir, yoxsa asanlaşdırmadır? Bu proses belə də davam edir. Aydındır. Bax, gələcək sualların bir növ qarşısını almaq deməyək, əslində bəri başdan həmin o sualları cavablandırmaq üçün ümumi olaraq dənizçi olmaq istəyən şəxslərə, imtahanlara hazırlaşanlara, sertifikasiyadan keçmək istəyənlərə nə kimi məsləhət görə bilərsiniz? Yenə də bu məsələnin təməl əsas özəyi həm beynəlxalq təşkilatların, həm beynəlxalq standartların, həm beynəlxalq təcrübənin nümunəsini demək istəyirəm. Birinci olaraq bilikli olmalıdırlar, təməl fundamental bilikləri öyrənməlidirlər. Bilikləri öyrənib gəmidə, dənizdə bunu niyə tətbiq etdiklərini anlamalıdırlar. Daha sonra anladıqları bu məsələləri bacarığa çevirməlidirlər, praktiki tərəfdən tətbiq etməyi özlərində hədəf qoymalıdırlar. Yekunda tam üçünü yerinə yetirməyə əmin olduqdan sonra onlar dənizdə işləməyə hazır olduqlarını düşünə bilərlər. Bu da məncə onlar üçün uğurlu olacaq. Bəs dənizçilərin belə deyək, fəaliyyətə başlamazdan əvvəl dənizçilərdə bir tibbi yoxlanış həyata keçirilmir. Həmçinin tibbi yoxlanış deyəndə bir növ burada psixoloji faktor da önəmli rol oynayır. Bunlarla bağlı bir yoxlanış olur. Bəli, bu təməl prinsiplərdən biridir. Çünki insanlar dənizi sevir, dənizçi olmaq istəyir, arzusudur, amma hansısa bir problemi var. Tutaq ki, eşitmə qabiliyyətində qüsuru var, hər hansı bir xəstəliyi var. O gəlib 4 ilini, hansısa bir müddətini, hansısa bir maliyyə xərcləyir. Yekunda dənizçi sənədi almağa gələndə müəyyənləşir ki, bu dənizə yararlı deyil. Bunun qarşısını almaq üçün biz həm təhsil müəssisələri, həm təlim-tədris mərkəzləri bu işə ciddi yanaşmalıdır. Çünki konvensiyada da bununla bağlı tələblər var. Onlar tibbi müayinədən keçməlidirlər və tibbi müayinədə dənizə yararlılıq müəyyənləşərsə, onlar bu istiqamət üzrə artıq təhsil almağa davam etdirməlidirlər. Bu əsas faktor biridir. İkinci faktor isə dənizçilərin artıq hazır dənizçilərin tibbi müayinəsidir və ümumi psixoloji hazırlığıdır.
Bu çox çətin prosesdir. Bununla bağlı Beynəlxalq Dənizçilik Təşkilatının müxtəlif ölkələrdə elmi araşdırma mərkəzlərinin, dənizçilik universitetlərinin elmi məqalələri var, psixoloji testlər aparırlar, bununla bağlı sorğular keçirirlər və dənizçilərin psixoloji hazırlığı onların səriştələrinin tətbiqinə necə təsir edini öyrənilir. Və bu təsirlərin ümumi sektor inkişafına necə təsiri də təhlil edilir əslində. Sadə bir şey deyək, dənizçilər 6, 7, 8 ay, bəzilər 1 ilə yaxın dənizdə olurlar. Müxtəlif millətlər, bayaq dediyimiz kimi, fərqli insanlarla orada bir yerdə çalışırlar və fərqli situasiyalar, dəniz şəraiti, force majeure ola bilər, küləkli hava, dalğalı hava, gəminin özünün texniki vəziyyəti. Bunlar insanlarda, dənizçilərdə stres yaradır. Çünki birbaşa öhdəlik məsuliyyətli şəxslərdir. Kapitan qərar verməlidir. Amma qərar verməkdə hansısa bir çətinliyi tərədirsə bu, stres olur. Bu stres risklər yaradır. Təhlükəli risklər yaradır. Və yekunda qəza da yarada bilər. Bu insanlarda böyük bir psixoloji travmaya səbəb olur. Bu psixoloji travmalar da 2-3 kontraktdan sonra dənizçilərə çox mənfi təsir edir. Başqa xəstəliklərin yaranmasına səbəb olur. Biz dənizçilərə tibbi müayinəsi məsələlərində də tibb müəssisələrindən tələblərimiz konvensiya çərçivəsində dənizçilərin mütləq ən ciddi şəkildə yoxlanılmasıdır. Əsasən də bu psixoloji vəziyyətlə bağlı. Agentlik olaraq da gələn ildən etibarən psixoloji sorğuların aparılması, hansısa bir formada layihə hazırlamışıq. Düzü bunu tibb mütəxəssislərlə də danışmaq lazımdır. Bununla bağlı Beynəlxalq Dəniz Təşkilatının normaları və çek-listləri var əslində. Düz onlarda baxılmalıdır, yenidən üstündən keçməlidir. Çünki hər bir dövlətin milli mentalitet dəyərlərinə uyğun sorğular, sualları yazılmalıdır. Buna bağlı bizim tibb müəssisələrindən dəstək istəyəcəyik və bu testlərin yekununda onların səriştələrinin göstərilməsinə necə təsiri, ümumi sektorun inkişafında necə təsiri müəyyənləşdiriləcək və biz bunu açıq şəkildə ictimaiyyətə də məlumat verəcəyik bununla barədə. Səid müəllim, bugünkü mövzulara olan dolğun cavablarınız üçün minnətdarıq həqiqətən də və inanıram ki, təkcə dənizçilik sektorunda fəaliyyət göstərən və ya bu sahəyə hazırlaşan şəxslər yox, eləcə də qeyri-dənizçilik sektorunda olan şəxslər üçün də çox maraqlı mövzulara toxunduq və maraqlı onlar da cavablar əldə elədilər və bir növ bu sahəyə yönəlmək istəyən hətta gənclər də ola bilər. Onlar üçün əslində sizin cavablarınız bir növ naviqasiya olacaq. Çox sağ olun, minnətdaram. Sağ olun, təşəkkürlər. Mən də yekunda sizə təşəkkür bildirirəm. Çünki qısa müddət ərzində bunu bütün sahəni çalışdıq ki, dənizçilər üçün açıq şəkildə göstərək ki, hansı istiqamətlər var, hansı problemlərimiz var və hansı istiqamətlər üzrə onlar sertifikasiya prosesində, səriştə prosesində, bilik, bacarıq, təlim-tədris prosesində addımlar atmalıdırlar. Təşəkkürlər.